Suvarımızda şəhidimiz Teymur Faiqoğlu'nun 5-ci il dönümündə şəhiddən aladı işləşilir. Gələn əlacı orasına olar. Var olasınız. Allah sizlərə cansız səbir versin Allah sizlərə. Allah cəm şəhidlərimizi rəhmət. Çox sağ olun, var olun. Sağ ol. Məlikgələn əqlarım var olsun. Bugün həqiqətən də qəhrəmanlar diyarı Biləsuvarımızdan biz özümüz də fəxr edirik ki, sizin kimi qəhrəmanları var. Bugün elə ailədir ki, bu ailə 44 gün vətən müharibəsində bir qazi, bir şəhid verən bir ailədir. Həqiqətən qəhrəman ailədir. Hətta o iki qardaşla sən də çiyin-çiyinə vuruşub, döyüş yoldaşı olubsan. Şəhidimiz Teymur qardaşımız vətən uğrunda canından keçdi. Təki vətən sağ olsun dedi. Qardaşımızın 5-ci il dönümüdür. Allah ruhunu şad eləsin. Ruhu qarşısında baş əyirik. Bir qazi kimi səndən bir kəlmə götürmək bizim üçün qürur vericidir. Buyur qardaşım. Allah cəmi bütün şəhidlərimizə rəhmət eləsin. Qəni-qəni rəhmət eləsin. Həqiqətən o hər insana qismət olmur. Və bugünkü gün sənin də kimi insanın diqqətinə görə var ol. Həqiqətən sahibsən, gəlirsən. Heç bir tədbiri maşallah hər yerdəsən. Allah sənin rəhbəri görə versin. Borcumuzdur, gəlməliyik, getməliyik, maraqlanmalıyıq. Çox sağ ol, əşik. Çox sağ ol, var ol. Ən azından bax bugünkü gündə Seymur qardaşımızın yanında duranda 2020-ci ilin hissləri keçir də səndən. Bax o getdiyin ağır döyüşlər əlbəttə ki bir qürur vericidir ki, bax bugün o torpaqlar sizlərin sayəsində azad oldu. Nəinki biz hər bir Azərbaycanlı sizləri unutmamalıdır. Sizin haqqınız boynumuzdadır. Var olasan deyirəm, qarşında baş əyirəm. Allah sizə hər zaman sağlam can versin. Seymur, bugün sənin qardaşın vətən uğrunda canından keçdi. Özün də qazisən, həqiqətən qəhrəmanımızsan. İstərdim bir kəlmə Məlikin yanında səndə. Allah cəmi şəhidlərimizi rəhmət etsin. Allah sənin köməyin olsun. İşıqlandırsan, diqqətin üçün sənə təşəkkür edirəm. Allah köməyin olsun, var olasın. Var ol. Məlik, Seymurdan söz götürə bilmirdi. Sənin sayında Seymurdan bir kəlmə götürdük. Var olasın. Təşəkkür. Dediyim kimi hal-hazırda bugün qəhrəmanlar diyarı Biləsuvarımızda şəhidimiz vətən uğrunda canından keçən Teymur Faiqoğlu'nun bugün 5-ci il dönümüdür. Allah cəmi şəhidlərimizi rəhmət etsin. Qardaşlarımıza şəfa versin. Allah rəhmət eləsin. Allah cəm şəhidlərimizə. Dəyərli şəhid ataları qarşısında baş əyirik. Bu günləri Teymur Faiqoğlu'nun 5-ci il dönümüdür. Allah ruhunu şad eləsin. İntisam dayı, istədim 5-ci il dönümündə qəhrəman atası üçün bir iki kəlmə deyəsin. Bu qardaşımızın babamızın 5-ci il dönümüdür. Allah atasının anasına səbir deyirəm. Allah cəmi şəhid atalarının analarına səbir deyirəm. Allah canı salamat eləsin. Allah dövlətimizi saxlasın. Allah bayrağımızı ən uca zirvələrdə uzalandırsın. Sağ ol, Allah köməyin olsun. Təşəkkür. Sağ ol. Yalçın əmi, buyur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Var olasın. Allah cəmi şəhidlərə rəhmət edir. Allah bundan sonrasında Faiqin qapılarında sınavları göstərmək üçün həmişə onun qapılarında olasın. Sən də sağ ol. Çox sağ ol. Arifəm, buyur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah Faiqə də səbir versin, can sağlığı versin, ailəsinə, uşaqlarına. Heç günlər göstərməzlər. Çox günlərə gələr bu hər şey. İnşallah. Var olasın. Ağabeydən, buyur. Allah şəhidlərimizə rəhmət eləsin. Faiq qardaşıma da səbir diləyirəm. Anasına, qardaşlarına, bacılarına, hamısına can sağlığı arzu edirəm. Uzun ömür, gələcəkdə bu həyatda uğra gələr. Ya Allah. Allah var eləsin sizə. Əziz dəyərli şəhid ataları, qarşınızda baş əyirik. Bugün rahat, sərbəst azadlığımız sizin kimi qəhrəman atalara borcluq. İstərdim ki, bu günləri Teymur qardaşımızın 5-ci il dönümündə sizin kimi dəyərli atalardan söz götürək. Buyur. Allah şəhidimizin məkanı cənnət eləsin. Allah atasının anasına səbir versin. Amin. Allah cəm şəhidlərin məkanı cənnət eləsin. Çox sağ ol. Sincən, buyur. Bu günləri həqiqətən də yenə də bir bu şəhidin. Allah bütün şəhidlərini ruhunu şad eləsin. Valideynlərini səbir etsin. Həqiqətən də biz bu günləri bunların hesabına hər yerdə tanınırıq, rahat da yatırıq, rahat dururuz. Nə şükürlükdə bunların hesabına.
şəhidlərin rəhməti eləsin. Amin. Beşlik valideynlər də səbir. Çox sağ ol. Var ol Çingiz əmi, qarşında baş əyirəm. Qasım əmi buyur. Allah şəhidimizi rəhmət eləsin. Allah ordumuzu saxlasın. Allah qazilərə, veteranlara can sağlığı versin. Bizim bu şəhid qardaşımızın, anamızın qardaşı da qazidir. Allah ona can sağlığı versin. Amin. Allah ordumuzu saxlasın. Amin. Kamil əmi buyur. Bu şəhidlərimizi rəhmət eləsin, hamısıyla varis olmasın. Çox sağ ol. Var ol. Mehman əmi buyur. Çox sağ ol. Fikrət əmi. Allah rəhmət eləsin. Allah sabır versin. Sən şəhidlərimizə andırmaq üçün varis olmasın. Allah səndən də razı olsun. Allah özünüzdə qorusun. Nazarınıza şəfa versin. Sağ olun. Çox sağ ol. Cəvar Qulam. Şəhidlərimizi rəhmət eləsin. Yerləri cənnət. Allah onun ata-anasına səbir versin. Sən də balaları oxusun. Çox sağ ol. Var ol. Ağverdi də idi və ya Allah canını sağ eləsin. Qarşısında baş əyirəm. Allah. Arif əmi buyur. Allah rəhmət eləsin şəhidlərimizə. Məkanları cənnət olsun. Allah İmam Hüseyndən ayrı salmasın. Çox sağ ol. Var ol. Qarşında baş əyir. Ağsaqqal birinci ağsaqqal danışdıq. Buyur Rafi əmi. Bugün Ceylan balamızın cənnətdəki bu şəhidini görməyik. Allah'ın sığınlarına bütün şəhidlərimizə rəhmət eləsin. Ceylan balamızın da cənnətdəki bu şəhidini görməyik. Allah ölçüsünə, anasına, yaxınlarına böyük sabır versin. Allah ordunuzu qorusun. Bayrağımızı da bayraqlar çəkiyyə birinci eləsin. Allah sağ olun, sağ eləsin.